Salam, MİQ və sertifikasiya hazırlaşan kanalımın dəyərli izləyiciləri, hər birinizi salamlayıram və düşünürəm ki, indi izah edəcəyim imtahana düşə biləcək sualların izahı sizin üçün faydalı olacaq. Ona görə də kanalımıza abunə olmağı, olduğunuz qruplarda linki paylaşmağı və qiymətli fikirlərinizi, şərhlərinizi yazmağı unutmayın. Qabaqcadan təşəkkür eləyirəm. Hər birinizə xeyirli, uğurlu olsun. Onlayn və fərdi dərslərdə iştirak eləmək və bu dərslərdən bəhrələnmək istəyənlər 050 424 0041 nömrəli telefonla zəng eləyib qruplarımıza daxil olub qeydiyyatdan keçə bilərlər. Elə isə bu keçək suallarımızın izahını. Birinci sualda görək bizə nə deyir? Birinci sualda deyilir ki, məsələ tərtibinə aid məşğələdən sonra Əli müəllimə yanaşıb dərsi başa düşmədiyini söyləyir. Bu zaman müəllim əlavə izahat əvəzinə sənə neçə dəfə başa salmaq lazımdır ki, başa düşəsən deyə Əliyə kobud cavab verir. Verilmiş situasiyaya əsasən bizdən doğru variantı istəyir. Görək hansı variantlar var və hansından biz seçə biləcəyik. Birinci deyir ki, müəllim keyfiyyətli məşğələ keçməyib. Yox, əgər məşğələnin keyfiyyətsiz keçməsəydi, onda bütün uşaqlar başa düşməzdi. Burada sadəcə olaraq Əli başa düşür. İkinci variantda deyilir ki, qələm götürün. İkinci variantda deyilir ki, müəllim, bəli, bunu götürmürük. Müəllim didaktik qabiliyyəti zəifdir. Müəllimin didaktik qabiliyyəti nədir? Öyrətmə qabiliyyəti. Öyrətmə qabiliyyətini də zəif deyə bilmərik, çünki uşaqların əksəriyyəti başa düşüb. Sadəcə olaraq Əli dərsi başa düşmür. Üçüncü variantda deyilir ki, müəllim dəstəkləyici mühitin tələbini pozub. İndi baxaq görək, dəstəkləyici mühiti mən keçən testlərimdə də çox izah eləmişəm. Təlimin təşkilinə verən tələblərdən biridir. Yəni, bu sualda da dəstəkləyici mühit deyəndə nəyi başa düşürük? Yəni, uşaq üçün pedaqoji prosesdə münasib maddi-texniki bazanın təşkil olunması, sağlam mənəvi psixoloji iqlimin olması və eyni zamanda orada təhlükəsizliyin olması əsas şərtdir. Yəni, maddi-texniki baza deyəndə istər-istəməz orada avadanlıq və digər vəsaitlərin, kəsici-deşici alətlərin olmaması, sağlam mənəvi psixoloji atmosfer deyəndə uşaq orada gərgin olmamalıdır, uşaq orada təhqirə məruz qalmamalıdır və s. Yəni, demokratik mühitin olmasıdır və bir təhlükəsizlik qaydaları, bunlar hamısı dəstəkləyici mühitə aiddir. Deməli, biz nə edirik? Dördüncü variantı götürürük. 4-ü götürdük və görək 5-də nə deyilir? 5-də isə deyilir ki, 3-ü götürürük. 4-də isə deyilir ki, müəllim layaqlıq prinsipinə əməl etməyib. Biz müəllimin peşə bacarıqlarına baxsaq, görərik ki, burada layaqlıq prinsipi əlbəttə ki, təhsil verənlərdən həmkarlarına və təhsil müəssisəsinə, yəni işlədiyi təhsil müəssisəsinə qarşı sadiq olmaqdan söhbət gedir orada. Buradasa onunla bağlı belə bir fikir yoxdur. Deməli, 4-ü də biz nə edirik? Götürmürük. Və 5-ci varianta baxaq. 5-də isə deyilir ki, uşağın mənəvi və psixoloji durumuna, şəxsiyyətin alçaldılmasına zərər vuran hərəkətlərdən, fiziki və psixoloji zorakılıqdan müdafiə olunmaq hüququ pozulub. Bu fikir doğrudur. Ona görə ki, özünüz də bilirsiniz ki, məktəbə qədər təhsil qanununda, yəni 17-ci maddədə təhsil alanların hüquqları verilib və məhz burada da 17.2.2 maddəsinə aid bir fikirdir. Yəni, uşağın zorakılıqdan qorunma hüququ var. Müəllim də bu hüququ pozur, uşağa kobud cavab verir, uşağı rahat izah eləmir. Deməli, biz götürdük 3-ü və 5-i.
Bu da olacaq hansı variant? Əlbəttə ki, C variantı. C variant doğru cavabımız oldu. Getdik ikinci suala. Görə ikinci sualda bizə nə deyilir? İkinci sualda yazılıb ki, verilənlərdən biri uşaq yönümlü təhsilin əlamətlərinə aid deyil. İlk öncə baxaq görək uşaq yönümlü təhsil nədir? Əlbəttə ki, uşağın maraqları, ehtiyacları, inkişaf səviyyəsinə uyğunlaşdırılmış bir tədris yanaşmasıdır uşaq yönümlü təhsil və bu modeldə nədir? Müəllimlər uşağın fəal inkişafını təşviq edirlər, onların öz fikirlərini ifadə etməsinə şərait yaradırlar, qərar vermələrinə, öyrənmə prosesinə rəhbərlik etmək üçün mütləq şərait yaradılır və bir sıra onun xüsusiyyətləri var ki, onları da yadımıza salsaq, görərik ki, orada mütləq fəal və oyun əsaslı öyrənmə üstünlük verilir, uşağın maraqlarına uyğun fəaliyyət təşkil olunur, fərdi inkişafına geniş yer verilir, ailə və icma əməkdaşlığı həyata keçirilir ki, bu da nədir? Uşaq yönümlü təhsilin bir sıra məqamlarıdır ki, mən yadınıza saldım. İndi baxaq görə bizim sualda buna aid fikirlər varmı, yoxsa yoxdur? A-da deyilir ki, uşaqlarda inam və müstəqillik inkişafını dəstəkləyir. Bizə nə deyir? Əlamətlərinə aid deyil, yəni bizə aid olmayan fikri istəyir. Və burada görürük ki, uşaqlarda inam və müstəqillik inkişafı dəstəklənir. Bu doğru fikirdir. Spontan oyun əsaslı təlim təcrübəsi aparılır. Bu da uşaq yönümlüyə aiddir. Uşaqlara öz təlimi ilə bağlı qərar qəbul etməyə imkan yaradır. Bayaq söylədiyim fikirlərdir. Bu da doğrudur. Özlərini uşaq kimi aparmağa, rahat və təhlükəsizlik hiss etməyə, bayaq dediyim kimi təlimin təşkilinə verilən tələblərdən biri hansı idi? Dəstəkləyici mühit. Və burada da uşaq özünü rahat, təhlükəsizlik hiss eləməlidir. Və sonda nə deyir? Y variantında isə deyir, bütün uşaqlar müxtəlif yollarla, müxtəlif anlarla öyrənə bilmirlər. Əksinə, uşaqlar müxtəlif yollarla öyrənəndə daha yaxşı olur. Yəni, cavab oldu nə? Y variantı. Növbəti sualımız. Verilənlərə əsasən məşqələnin mərhələlərini biz müəyyən eləməliyik. Yəni, bilirik ki, məşqələ 3 mərhələdən ibarətdir. Motivasiya və ya aktuallaşma, dərk etmə və tətbiq etmə. İndi biz bunların hər birini verilən bu fikirləri ayıraq görək. A-da deyir ki, müstəqil tədqiqata həvəsləndirmək. Biz uşaqları nə vaxt həvəsləndiririk? Əlbəttə ki, motivasiyada. Yəni, tədqiqata həvəsləndirmə, düşünməyə sövq etmə, diqqəti cəlb etmə, maraq oyatma, fəaliyyətə sövq etmə. Bütün bunlar nədir? Motivasiyanın tələbidir. Deməli, burada A yazaq. 1-ə A yazdıq. Təcrübə aparmaq. Sizcə, təcrübə aparmaq hara aid olacaq? Əlbəttə ki, tətbiq etməyə. Bu olacaq B. Sonra müxtəlif fərziyyələrə səbəb olan vəziyyət yaratmaq. Biz müxtəlif fərziyyələri nə vaxt yaradırıq? Uşaqları düşündürmək üçün, təşviq etmək üçün. Əlbəttə ki, bu da nə olur? Motivasiya aid olacaq. Bura C yazaq. D-də deyilir ki, faktlar axtarmaq, müqayisə etmək, təhlil etmək. Müqayisə, təhlil sizcə nəyə aiddir? Əlbəttə ki, dərk etməyə. Nə üçün? Dərk etmədə nə deyilir? Əldə olunan biliklər, dərk etmədə deyir ki, yeni biliklər əldə etmək üçün müxtəlif sual-cavablar, müxtəlif iş üsullarından istifadə edirik, müqayisə edirik, tədqiqat aparırıq, təhlil edirik. Yəni, burada tənqidi təfəkkür inkişaf eləyir. Hamısı dərk etməyə aid olan fikirlərdir ki, əlbəttə ki, burada da D-də nə oldu? Dərk etməyə aid oldu. Bura D yazacaq. Biraz yaxşı yaza bilmirəm. Sonra Y variantında müxtəlif strategiyalardan istifadə etmək. İndi dedim ki, dərk etmədə strategiyalardan da istifadə edirik. Müxtəlif iş üsulu, iş metodlarından istifadə edərək mövzunu uşaqlara
çatdırmaq, qavratmaq üçün, başa salmaq üçün və təcrübədə tətbiq etmək. Tətbiq etmək nədir? Bax, tətbiq eləyirik, əlbəttə ki, təcrübədə biz təcrübə aparırıq, dərk etmədə, amma tətbiq ediriksə, tətbiq etmədə isə artıq mövzunu öyrənmişik, əldə etdiyimiz bilikləri və bacarıqları möhkəmləndirmək üçün biz eksperimentlər apara bilərik, təcrübə apara bilərik. Artıq bu nə olacaq? Tətbiq etmə olacaq. Yəni, tətbiq etmədə B var idi, indi bura F variantı gələcək. Bir də öyrəndiyini nümayiş etdirmək. Əlbəttə ki, bu da tətbiq eləyəndə gəlib uşaq göstərir ki, nəyi bildi, nəyi öyrəndi və nəyi bacardı. Deməli, birdə AC, baxaq, birdə AC burada 2 yerdə var. Bu variantda var və burada G-də var. Deməli, bunlar pozuduq, bunlar lazım olmadı. İndi AC-dən başqa. 2-də nədir? 2-də D-Y. 2-də burada D-Y yoxdur. Deməli, Y variantı da ehtiyac olmadı. Deməli, cavabımız hansı variant oldu? A variantı. Növbəti sualımız sonuncu sualımızdır. Və burada deyilir ki, bu uşaq təfəkkürünə aid olan sualdır. Bu təfəkkür növündə uşaqlar əşyalarla praktik fəaliyyətlərin köməyi ilə düşünürlər, hissələrə ayırırlar, səbəb-nəticə əlaqələrini qururlar. Bax, bütün bunlar hamısı uşaq təfəkkürünün hansı növünə aiddir? Və bir-iki cümlədə uşaq təfəkkürünün növlərini yadımıza salsaq, görərik ki, burada 3 əsas istiqamətdə uşaqlarda təfəkkür inkişaf eləyir. Əyani əməli təfəkkür, əyani obrazlı və sözlü məntiqli təfəkkürdür ki, bunların bəzi əsas xüsusiyyətlərini də yadımıza salaq. Yəni, əyani əməli təfəkkür 3 yaşa qədər uşaqlarda praktik fəaliyyət zamanı əşyalara toxunurlar, məsələn, düyməni basırlar, oyuncağı atıb tuturlar, hissələrə bölürlər. Yəni, səbəb-nəticə əlaqələrini təcrübə yolu ilə araşdırırlar. Bu oldu nə? Əyani əməli. Bəs əyani obrazlı hansıdır? Yadımıza salaq. 3-5 yaş arasında uşaqlarda inkişaf edir və bu artıq obyektləri xəyalında canlandırır. Məsələn, rəsm çəkir və yaxud da ki, nağılın bir hissəsini müəllim danışır, digər hissəsini isə uşaq özü uydurub quraşdıra bilir. Və üçüncü növ sözlü məntiqli təfəkkürdür ki, bu daha çox 5-7 yaş arasında formalaşmağa başlayır və uşaq abstrakt anlayışlar üzərində düşünə bilir, müqayisə edir, ümumiləşdirir, səbəb-nəticə əlaqələrini quraraq məntiqi suallara cavab verib və mühakimə yürütmə qabiliyyəti inkişaf edir. Və biz də burada baxdıq, sözlü məntiqli burada uşağın bir cümlə qurması yoxdur, deməli A variantı yoxdur, əyani bədii yoxdur, əyani obrazlı, dedik ki, bu təxəyyülündə canlandırmalıdır, bununla bağlı bir fikir yoxdur. Əyani sxematik, əgər desəydik ki, müəyyən bir binanın sxemini, planını, çirtiyojunu qururlarsa, bəlkə də buna aid ola bilərdi. Amma bununla bağlı fikir yoxdur. Sadəcə olaraq burada deyir ki, uşaq neyini? Praktik fəaliyyət. Biz də dedik, praktik fəaliyyət hardadır? Əyani əməli təfəkkürdədir. Cavabımız nə oldu? Y variantı. Dinlədiyiniz üçün təşəkkür eləyirəm və rəy yazmağa, abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn testlərimizin izahında görüşənədək.